75 yaşında pasiyentimizdir. Xanımda daha əvvəl bu damarda tromboflebit olubdu. İndi həmin tromb əriyibdir və həmin xəstənin damarlarını total lazer dediyimiz və ya Tevla dediyimiz əməliyyat edirik. Ayrı-ayrı yerlərdə bir 7-8 vazafix qoşulmuş. Daha öncə də isə həmin yerləri, hansı ki girəcəyimiz yerləri işarələmişik. Epigastrik venanın içinə qədər lazer kateteri yeridilibdir. Yəni burada həm lazer prosektomiya əməliyyatını edirik, həm də eyni zamanda Tevla dediyimiz total lazer əməliyyatını etmiş oluruq. Tevla əməliyyatı bitdi. Bu əməliyyatın girdiyimiz dəliklərdir. Bu əsas damara girdiyimiz nisbətən daha böyük olsa da 2-3 milli. Digərləri gözlə görə bilməyəcəyimiz qədər kiçikdir və iynələrin yeridir. Bəzən xəstələr və izləyicilər sual verə bilirlər ki, bu əməliyyatda xüsusi ortamda olmalıdır, əməliyyatxana şəraitində faktiki. Ona görə buna ehtiyac yoxdur ki, burada yekun olaraq kəsik yoxdur. Bir dənə də kəsik yoxdur. Sadəcə dəliklərdən damarın içərisinə daxil olur. Yəni necə ki sıradan damarımızdan qan alanda və ya hər hansı bir dərman preparatı yeriləndə biz xüsusi maska, qalpaq taxıb xüsusi bir hazırlanmırıqsa, bunun üçün də xüsusi bir hazırlanmağa gərək yoxdur. Tevla əməliyyatının əsas üstünlüklərindən biri də odur ki, bu xəstələr damar corabını yalnız bir gün və ya ümumiyyətlə geyinmirlər. Yaydır, istidir, damar corabı çətinliyim var kimi şikayətlər varsa, Tevla əməliyyatı ən optimal variantdır.